15'də deməli, while'dan sonra will gəlməz. D bəndi getdi. While'dan sonra will gəlməz. Y bəndi getdi. İndiki zamanla keçmiş zaman uzlaşmır. A getdi. Sonra keçmiş, indiki qalıb. Düzdür. Belə olan halda demişdim ki, mübtədəyə baxarıq. Üçüncü şəxsin təkində indiki zamanda feilin axırında S olmalıdır. Vermədiyi üçün B bəndi də səhvdir. Cavab oldu C. 55 var müəllim. 55'ten qabaq 15. 15'ten qabaq yoxdur. Yaxşı 55. 30 55. 30. Hə, uşaqlar. Sizə zaman bağlayıcıları keçəndə dedim ki, bunu da məncə işlətdim sinifdə, yoxsa yox. Yəni dərsdə də. Demişdim ki, bugün hansı qaydanın zamanların bir-iki detallı vurgulardan danışacağım və salam. Bugün zamanların üstündə qalır arkadaşlar. Zaman bağlayıcılarından sonraki boşluqda bir shall, would, should, have və said gəlməz. Amma burada before cümlənin sonundadır. Ben de laf başlarında demiştim ki laf əvvəldə. Zaman bağlayıcıları cümlənin ya əvvəlində gəlir, ya da ortasında, axırında gəlmir. Axırında gəlibsə sən bunu zaman bağlayıcısı qaydasıyla işləyə bilməzsən. Zaten yoxdur ki özündən sonra. Boşluq olsaydı deyərdim hə. Qaydada nə dedik? Zaman bağlayıcısından sonraki boşluqda will, shall, would, should, have və said gəlməz. Amma before'dan sonra boşluq yoxdur. Deməli bunu mən tərcümə ilə işləyəcəm. Keçmişdə baş verən iki dənə hərəkətim var. Deyir ki, mən dünən daha əvvəl itirdiyim qələmi tapdım. Bizə demişdik ki, birinci baş verən hərəkəti hədlə verməliyik, ikincini keçmiş sadə zamanda. Mən daha əvvəl itirmişəm, sonra tapmışam. Found, had lost. Cavab olur A bənd. 32. 32. Hə, uşaqlar. Deməli, burada da keçmişdə baş verən iki dənə hərəkətim var. Hansı birinci baş veribdir? Bir ona baxacağım. Bir də tərcümə ilə, daha doğrusu zaman zərfi ilə yazmaq olar. Vəndən sonra will gəlməz. C-ni çıxdım. Uzlaşma ilə baxaq. Come indiki zaman were keçmiş zaman olmaz. Çıxdım. Came'lə had keçmişdən keçmişdi saxlayıram. D bəndi. Came keçmiş zaman, have indiki zaman. İndiki ilə keçmiş uzlaşmır. Çıxdım. Y bəndi. Came keçmiş bir gələcək zaman. Keçmiş gələcəklə uzlaşmır. Çıxdım. Cavab oldu B bəndi. Orada already indiki bitmişin zaman zərfi deyil. Orada have opened niyə olmadı? Already, yet, siz həm indiki bitmiş, həm də keçmiş bitmişin zaman zərfidir. Ay Yəni təkcə da. orada keçmişlə, təkcə orada indiki yaza bilməzsən. Əgər cümlənin qabağı keçmişsə, keçmiş yazacaqsın. Yaxşı yaşa git. Sonra. Sual 55 33 müəllim. nasıl? 55. 55. Deməli, Bayza time'dan sonra had gəlməz, will gəlməz, will gəlməz. B-ni, C-ni, Y-ni çıxdım. Qaldı A bəndi, D bəndi. D-da da has indiki zaman, arrive keçmiş zamandadır. İndiki keçmişlə uzlaşmır. Çıxdım, cavab oldu A bəndi. Müəllim dediniz, by the time-dan sonra nə gəlməz, nə gəlməz? Bütün zaman bağlayıcılarından sonra will, shall, would, should, have, has, had gəlməz. By the time'da zaman bağlayıcısıdır. Ondan sonra will, shall, would, should, have, has, had gəlməyəcək. Sual. 66. Burada çatda 55'ten sonra 71, 66, 71 yaxşı. 7 var idi müəllim. 57, Bəli. 57'də. Hə, deməli uşaqlar başladıq. Keçən dərsdə zamanlar danışanda dedim ki, bütün qaydanı danışmamışam. Zamanların bir-iki detalı var ki, onlardan da danışacağım. Deməli, biz keçmişik uzlaşan cümlələr. Yəni, zaman bağlayıcısı, zaman uzlaşması qaydası. Dərslərdə işləyəndə zaman uzlaşması ilə yazırıq. Uzlaşma nə idi? İndiki zaman indiki ilə uzlaşır, gələcəklə uzlaşır. Keçmiş zaman keçmişlə uzlaşır, gələcək də indiki ilə. Bu formada variantdan tapıb yazırdıq. Yaxşı. İndi elə cümlələr var ki, uzlaşmır. Elə hallar var ki, zamanları uzlaşdıra bilmirsən. Bunlar hansı hallardır və nəyə görə uzlaşmır? Cümlələrin ortasında, əgər iki dənə cümlənin ortasında and, bunu qeyd edin, çünki heç bir qayda bunu sizə demir. Bu, zamanları işləməyin ən kəstirmə yoludur. Cümlələrin ortasında and, but,
Although. Though varsa bu cümleler uzlaşmır. Uzlaşmır ne deməkdir? Yəni bura indiki zaman qoyub bu tərəfə keçmiş zaman qoya bilərsən. Heç bir problem yoxdur. Necə yazacaqsan? Bəs bu cümlələr uzlaşmırsa, sən bunu necə yazırsan? Zaman zərfi ilə. Cümlənin iki tərəfində də zaman zərfi verəcək. Sən də ona əsasən yazacaqsan. Belə olan hallarda çox vaxt endin bir tərəfində last, ago, nə bilim yesterday yazır. Bu hansı zaman zərfidir? Keçmişin. Keçmiş sadə Keçmiş zaman. sadə. Bəli. Keçmiş sadə zamanı yazacaqsan bura. Digər tərəfdə since verə bilər, already verə bilər, already. Yet verə bilər. Bu halda isə yazırsan have has. Have, has, üstə gəl. Böb 3 böb 2. Hansı tərəfdə nə varsa onu. İndi burada had yazmırsan ha, have has yazırsan. Sənə iki variant da verəcək. Birində yazacaq have has, digərində yazacaq had. Sən bilməlisən ki, had olan variantı götürməyəcək. Since, yet, already olan tərəfdə have has-i götürəcək. Yaxşı. Variantlara bir dənə baxın. Cümlənin ortasında and verib. Sağ tərəfdə since yazıb, sol tərəfdə ago. Ago olan tərəfdə yazacağım left, sadə formada. Left bir C-də var, bir də D-da var. C ilə D arasında bir dənə fərq var. Left haven't, left hadn't yazıb. Görürsünüz? Birində have'dir, birində had. Biz dedik ki, since olan tərəfdə have yazacaq, had yox. Ona görə cavab olacaq C bənd. Since Aydındır. olan tərəfdə have yazırıq. Yəni had gələn forması yoxdur heç. Had gələn forması var. İndi ondan danışacağım. Bura kimi aydındırmı? Hə, onsuz iki cavab arasında qalmışdı. Hə. İkisindən biri olacaqdı. Başqa heç biri uyğun gəlmir. Tərcümə ilə də yazsanız yenə uyğun gəlməyəcək. İndi elə moment olur ki, bu arada yet inkarlıq bildirir. Yəqin ki bilirik də. Ona görə görürsünüz də hamısını inkarda verib. Elə moment gələcək ki, burada have has-in yerinə had yazacaqsan. Nə vaxt bu baş verir? Since olan tərəfdə normalda have has yazırıq. Have has yazdım. Amma elə moment olur ki, o have has-i had-ə çevirə bilirəm. Bu haçan olur. Sənə verib burada iki dənə cümlə. Düzdür? And-dən əvvəli bir cümlədir. And-dən sonrası bir cümlədir. Elə moment olar ki, üç cümlə verər. Bu ikisinin qabağında bir dənə də keçmişdə cümlə yazar sənə. Məsələn, I was sure. Deyər ki, sonraki cümlələrdə zamanı düzəlt. I was sure-da was-u görürsünüz keçmişdədir. Əgər bura keçmişdədirsə, buradakı have has avtomatik had-ə çevriləcək. Qabağında yəni keçmiş zaman olsaydı cavab D bənd olacaqdı. Amma olmadığı üçün cavab C bəndidir. Məsələn, buna uyğun bir dənə test göstərirəm sizə, səbirli olun. Nümunəni göstərim, sonra qayıdacağım suallarınıza. Baxırsınız 113-ə. 113-də cümlənin iki tərəfində bitmiş zamanda verib. For üstə gəl zaman hansı zamanın zaman zərfidir? Bitmiş davam edici zaman. Yəni ki, have been, has been, ing. Since də have has-i bildirir. İki tərəfdə də have has olmalıdır. Amma cümlənin qabağı keçmişdədir. Was-an olduğu üçün cümlənin əvvəli have has-dən avtomatik had-ə çevriləcək. Hansı variantda var? Deyildi müəllim. Hansı? C. Bəli, have has-lər had-ə çevrilmiş, cavab C bəndi. D-da have qaldığı üçün səhvdir. Had olmalıydı. Digərlərin zaten heç bir uyğun gəlmir. Tələbə soruşur ki, bəs biz uzlaşma ilə yazmırıqsa, zaman zərfi ilə yazırıqsa, indi cümlələrin ortasında and, but, ozo olanda da yəni. Bəs bir tərəfə versə zaman zərfini, digər tərəfə verməsə, necə yazacağam? Yəni zaman zərfi ilə tapmalısansa, iki tərəfdə də zaman zərfi verməlidir, düzdür? Amma elə variantlar olacaq ki, cümlənin bir tərəfində zaman zərfini verəcək, digər tərəfində yox. Məsələn, burada bir tərəfdə yeti verib, ikinci tərəfdə zaman zərfim yoxdur. Necə yazacağam? Təbii ki, cümlənin qabağı keçmişdə olduğu üçün avtomatik keçmişdə olan variantı götürəcəksən. Hansı variantdır cavabımız? B. B. Etiraz etmək istəyən və ya başa düşməyən, sualı olan varsa desin. Hamı B ilə razıdır. Cavab B bəndidir. Bəli, Yet olan tərəfdə həffəz olacaq, amma ventə görə keçmişdə olduğu üçün həffəz də hədə çevriləcək. Hədin olduğu zaten bir dənə variant var, o da B bəndi.
İkinci tərəfdə keçmişdə olmalıdır. Bölg keçmişdədir. Cavab B bəndidir. İndi gəldik sizin suallarınıza. Biz 57-yə baxdıq da. 57-dən sonra burada nə var? 66. 63. 63, 66. Yaxşı. Altmış üç. Yenə cümlənin ortasında and var. Bir tərəfdə last var. Digər tərəfdə özünüz tapın. Burada tərcümə ilə də yaza bilərsiniz. Deyir ki, təyyarə yoxa çıxıb və heç kəs bilmir ki, onun başına nə gəlib. Yəni təyyarənin birinci başına nəsə gəlib, daha sonra o yoxa çıxıb. Düzdür? Onda A. Necə yazarsın? Yox, Yo, last ay. night. Y variantı müəllim. Y, Y. Bəli. Cümlənin ortasında and varsa zaman zərfini yazıram. Last'ın zaman zərfi, last hansı zaman zərfidir? Keçmiş sadə. O da bir dənə Y bəndindədir. Qısa və konkret. 63-dən sonra 65 dediniz. 6 dedim müəllim. 66. Yenə ortada and var, bir tərəfdə ago var, bir tərəfdə since var. Cavab. D. Bəli, D bəndi cavab. Ago olan tərəfdə both, since olan tərəfdə have bəz. O da bir dənə D bəndindədir. 67 deyil hə? Müəllim, hə, C variantı Bəli. dediniz. Nədir? C niyə olmadı orada? Çünki dedi ki, since olan tərəfdə have bəz yazırıq, had yox. Hə, bildim. Tamam. Hə. 67-də də eyni qaydada and var, last Went var, has since been. var. Bəli, went has olmalıdır. O da has been. Cavab olur B bənd. 71-dir daha sonra. Çata biriniz baxın mənə deyin gör. 71, 72. 71-ə baxırıq. Uşaqlar, 71-də bunu yəni danışmamışıq. If əgər mənasında verir, yoxsa yox mənasında verir. If əgər mənasını verəndə, məsələn deyirəm ki, əgər sən gəlməsən, mən burada qalacam və ya getməyəcəm. Əgər mənasını verəndə ifin konkret iki dənə qaydası var. Ifin özündən sağı, özündən sonra gələn indiki sadə zamanda olur. İndiki sadə. Digər tərəfi isə olur will, shall-lə. Yəni will üstəgəl verb. Və ya ifdən sonra yazırıq keçmiş sadə zaman. Keçmiş. Sadə. Əvvəl də olur will, shall-in keçmişi would, should. Would, should. Ifin qaydası konkretdir, amma buna bizim çox da ehtiyacımız olmur. Uzlaşma ilə zaten bunu tapıb yazmaq olur. Amma burada if əgər mənasına gəlmir, yoxsa yox mənasına gəlir. Mən Johndan soruşdum ki, o konsertdə mahnı oxuyub, yoxsa yox. Mən Johndan soruşdum ki, o oxuyub, yoxsa. Birinci hansı baş verir? Birinci John ya oxuyub, ya da oxumayıb. Daha sonra mən Johndan soruşmuşam, düzdür? Birinci baş verib bunun oxumağı had. Mən sonra soruşmuşam at. Cavab olacaq A bəndi. B bəndi keçmiş indiki çıxır. C bəndi indiki keçmiş çıxır. Daha sonra iki tərəfdə də burada indiki keçmiş olmaz çıxır. Keçmiş indiki olmaz çıxır. Elə bunu uzlaşma ilə də yazmaq olurmuş ki, A bəndi olur. Sadəcə olaraq if-dən sonra yəqin had qoymuruq deyə çıxmısınız variantları normal olaraq. Bunu danışmamışdıq. Düzdür, bu düşməz. Çünki bu qarışdırıcıdır, yəni baş qarışdırıcı sual. Amma yenə də bilməyinizə fayda var. Gördün, alınmır cavab. Bir bax gör tərcüməsi nəyə gəlib çıxır. Və ya bunu necə tapa bilərsiniz? If-in bir tərəfi gələcək, bir tərəfi indiki zaman olur. Ya da gələcək keçmişlə would should olur. Düzdür? Variantlarda nə would should yoxdur, nə də will shall yoxdur. Görürsünüz? Deməli, bu if qaydası ilə işlənilmir. Tərcüməyə baxmaq lazımdır. Sonra 73 gördüm elə bir buralarda. Kimsə 73 yazdı. 73, 74, ay maşallah. Görüm eyni qaydadır. Bəli. Özünüz deyin 73. Ortada but var, ego var, since var. Ego varsa müəllim. Y Sadə, variantı. keçmiş sadə. Aha, since'lərdə Present Siz- perfect Y variantı. Hə. Y bəndi, bəli. 74 də eyni qaydadadır. Last var, 74-də. since var. Onda D.
Bəli, D bəndi 75. İşte 75 tərcümədir və ya tərcümədən əlavə qayda ilə də yaza bilərsən. Əgər Jeremy deyir ki, e, gec qalxsa və ya qalxmasa, gecikəcək. Will be late if he doesn't get up early. Əgər tez qalxmasa, gecikəcək. Biri götürərəm. Ifdən sonra will gəlməz. 3-ü zaten çıxmışdım. 4-də iki tərəf də təsdiqdədir. Əgər ki tez qalxsa, gecikəcək. Bu işə alınmır. Bir də qalır 2-də. Əgər tez qalxmasa, gecikəcək. Gecikir. 1-2. Cavab olacaq D bəndi. Sonra 72 var idi burada. 72 baxdıq biz. Hə, uşaqlar. 72 maraqlı sualdır. Deyin görün bura nə yazmısınız? Hətta o 72 heç yazmamışdım. Yəni C yazmışam əslində, amma tam dəqiq bilmədim də. C. Aha. Deməli, burada bir məsələ var. Cümlənin əvvəlində last year görürsünüz. Hə. Bu nə deməkdir? Bu danışdığı şeylər keçən il baş verib. Və burada sənə everyday verir. Everyday hansı zaman zərfdir? İndiki sadə İndiki zaman. İndiki sadə. İndi məsələ burasındadır ki, mənim hərəkətim keçən il baş verib. Everyday'də mən keçən il hər gün nədir onun adı? Bu çimərliyə gedirdim mənasındadır. O Yəni bu keçən dəqiqə ilin baş hər gününə vermir. aiddir də o. Ay sağ ol, keçən il hər günə aid. Yəni bu il mənasında deyil. Bunu da buradan bilə bilirsən. Keçən il yazdığına görə mən artıq burada qovları götürə bilmərəm. Baxmayaraq ki, everyday yazıb. Tərcümə ilə çıxır ki, keçən il mən hər gün Bodrumda qaldığım vaxtda, yəni hər gün çimərliyə gedirdim mənasındadır. İndikilər olmaz. Sən B-ni, D-ni yeni çıxacaqsan, qaldı A bəndi, C bəndi. İndi last year olan tərəfdə have deməzsən, düzdür? A-nı da çıxdım. Geriyə Tamam. qaldı C bəndi. Bu maraqlı sualdır. Biraz tərcümə də tələb eləyir, amma yaxşıdır. Yazmaq olardı yəni. Daha sonra 76-ya baxdıq, 80. Yox, 76-ya baxmadım. 76 da eyni qaydadadır. Yəni desən sənin sualın idi. Bir cavab ver görüm. Ortada and var. Bir tərəfdə go var, bir tərəfdə since var. Hansını qoyarsan? 76-da mən how long ago-ya baxmışdım, ona görədir. Yəni Y variantı olacaq. Bəli, Y bəndi olacaq. Başqa heç bir şey. Çünki since olan tərəfdə sən bir şey Hə. yaza bilməsən. Since bitmiş zamanı, zaman zərfidir. Hərfəz yazacaqsan. 80. Hə, burada but var. Yet var. The delegation hasn't come yet, but a lot of people. Deməli, uşaqlar, burada biraz tərcümə tələb edir. Nəyə görə? Deyir ki, nümayəndə heyət hələ gəlməyib, amma insanların çoxu küçəni gözləyir. Gözləyirdi və ya gözləyir. Yəni, bu cəmaət gözləyir də hal-hazırda, düzdür? Mən burada ING verməliyəm. ING bir var A-da, bir var B-də. Gözləyəcək deməzsən. D bəndini var, mesaj çıx. Gələcək zamana bitmiş zamana heç dəxlisi yoxdur da. Qaldı mənim 2 dənə variantım. Hələ gəlməyib, amma gözləyirdilər. Yet olan tərəfdə don't come deməzsən B-ni çıxıram. Cavab olar A bəndi. Onu başa düşmədim, düzü. Burada biraz tərcümə tələb edir. Məsələn, will be waiting nə deməkdir? Gözləyəcəklər mən. Hə, gözləyəcəkdilər mənasındadır. İndi mən gözləyəcəkdilər desəm, bunlar hələ gözləmirlər mənasındadır. Deyirəm ki, nümayəndə heyət hələ gəlməyib, amma bu camaat bunu indi gözləyir də, düzdür? Gözləyəcəkdir deməzsən ki, bunlar gözləyirlər. Yəni mən onun gələcəkdə verməyimin adı yoxdur. Birini verim keçmiş bitmişdə, birini verim gələcəkdə. Olmaz. Keçmiş bitmişlə maksimum keçmiş sadəni uyğunlaşdırmaq olur. Çünki tərcüməyə bax deyir ki, hələ gəlməmişlər, amma camaat onu gözləyirdi. Bir də var deyirəm ki, hələ gəlməmişlər, camaat onu gözləyəcəkdir. Olmaz axı. Will be waiting-in heç bir halda mənaca uyğunluğu yox. Burada tərcümə ilə yazmaq lazım idi. Bunun kimi bir-iki dənə sual var ki, tərcümə tələb edir. Məsələn, testin birində vermişdi ki, o quizə düşmüşdü. Yoxsa bu sualların içində var idi, yadıma gəlmir. Yazıb ki, camaat çölə çıxandan sonra, zalı tərk edəndən sonra işçilər otağı yığışdıracaq. Bunu
Gələcəkdə verərəm, indiki sadə də verərəm. Bir də verib ki, indiki sadə zaman və bitmiş zaman. İndiki sadə zamanda bitmiş zamanı verməzsən. Nəyə görə? Bir tərəf indiki sadə zamanda demişəmsə, bu o mənaya gəlir ki, hərəkət həmişə baş verir. Biz indiki sadə zaman istifadə edirik. İndiki həmişə baş verən hərəkətlərdən. Digər tərəfinə bitmiş zaman qoymazsan. Çünki bu hərəkət ücə bitib. Sən bir tərəfdə deyirsən bitib, bir tərəfdə deyirsən ki, həmişə davam edir. Bir-birlərini təkzib eləyirlər. Təkzib eləyən iki dənə zamanı yanaşı yazmazsan. Eyni qayda da burada da. Hərəkətin biri bitib, D bəndində. Ücə qutarıb. Biri hələ olacaq. Bu ikisi bir-birini təkzib eləyir. Bir cümlənin içində mənaca uyğunlaşdıra bilməzsən bu ikisini. Sonra Müəllim, 80 79-da hə, niyə A variantı olur? Düzdür, indi burada now-a görə indiki zaman verərik, yesterday-ə görə keçmiş zaman verərik. Amma yenə də aha, uyğun gəlmir axı, uzlaşmır. Ona görə niyə elə olur? Mən bəli. Bir hardasa bir 10 dəqiqə qabaq sana uzlaşmayan cümlələrin qaydasını dedim. Ortada but and o sözü varsa cümlə uzlaşmır. Yəni bura keçmiş, bura indiki yaza bilərsən. Batda da o eyni qaydadan istifadə Bəli. olunur. But and o sözü dördündə də istifadə olunur. Yaxşımı? Tamam. Elə ən çox qabağımıza bat çıxacaq, bir də and çıxacaq. O sözünü çox az hallarda görərsiniz, ya da görməzsiniz heç. 83 idi. 81. O 81. da batdı. Tamam, batdısa Batdı. qalsın. Yesterday since. Yazacağım was received. O birisine de haven't. Ah, Hardadır? A bende. A var. Sonra 83-84'e bakarım. Biz hele bugün buradayıq. Deməli, ortada and var, already var. Bir də for üstəgəl zaman var. For üstəgəl zaman hansı zaman zərfdir? Hamı cavab versin. Bitmiş davam edici. Bəli, bitmiş davam edici bir C'də var, bir D'də var. Already də bitmiş zamanın zaman zərfidir. O da hansı oldu? D bəndi. İki tərəfdə də have yazacaqsan. 84. 84 de eyni qaydadan. Cümlənin ortasında zo var. Zo varsa uzlaşmır. For üstəgəl zaman bitmiş davam edici zamanın zaman zərfidir. Usually indiki sadə zamanın zaman zərfidir. Yəni buraya yazacağım have been, has been, ing. Burada da reads, prosta sadə reads. O da D bəndidir. 85. Usually'yə görə nə? 85 derdim. Ama 85. Deməli, cümlənin əvvəli keçmişdə olanda sənə demək istəyir ki, məndən sonrakıların hamısını keçmişə çevir. Hansı olacaq cavabım? Uşaqlar? A. Bir dənə A-da iki tərəfdə keçmişdədir. Tərcümə ilə yazsaq, Fred otağa daxil olanda anladı ki, burada kimsə daha əvvəl olub. Birinci, yəni Freddən qabaq, Fred onu görməmişdən, anlamamışdan qabaq, burada kimsə olub. Already olan tərəfdə ona görə həddən verəcəm. Digər tərəfdə də fond verəcəm. Və uzlaşma ilə yazarsan, keçmişsə ancaq keçmiş. Vəssalam. Seksen yedi. Baxırıq 87-yə. Ortada but var, since var. Ne yazacağım? B Cavab variantı. B. Bəli. Bir dənə həzmin zaten B bəndində var, digərlərində yoxdur. Sonra 94. 84 baxdıq, yoxsa 84 harda qaldı bir tərəfdə. Baxdıq biz buna uşaqlar. Bəli, bax. Hə, baxdıq. Yaxşı. 99-dan qabaq. 4. 94. Faiz time-dan sonra have, has, had olmaz. B deyəni çıxdım. Qaldı mənim A, S, Y. A, keçmiş zaman, gələcək zaman olmaz. S bəndi, keçmiş saxlayıram. Y bəndi, indiki gələcək. İndi I nədir? Birinci şəxsin təki. Birinci şəxsdə gets, S-li istifadə olunur uşaqlar. Yo, S-i hara olunmur. qoyuruq?
Üçüncü şəxsin təkində S qoyuruq. Yəni Y bəndi də səhvdir. Geriyə qaldı mənim C bəndim. Cavab onu C. 99. Hə, bəndən sonra həsəd gəlməyəcək. A-nı çıxdım, B-ni çıxdım, C-ni çıxdım. Daha sonra indiki ilə keçmiş uzlaşmır. D-ni çıxdım, cavab oldu Y. Keçmiş ancaq keçmişlə uzlaşır. 89 kimin sualı? 99. 111. 111-də yenə ortada and var, yet var, siz var. Cavabı deyin özünüz mənə. C. Yet var. Yet varsa have has notdan istifadə edəcəksən. Siz varsa yenə have has. İki A. tərəfində have has olduğu variant A bəndidir. Bəli, çaşdırmasın səni. Hədi nə vaxt qoyacağam? Qabağım keçmişdə olarsa, bu cümlənin qabağı keçmişdə deyil. Sonra D niyə olmur müəllim? A ilə D-nin fərqi nədir ümumiyyətlə? A ilə D-nin fərqi Bəli. A-da həfəz verib, D-da iz veribdir. Siz olan tərəfdə əmizar yazarsan, yoxsa həfəz? Siz bitmiş zamandır da, sən ora həfəz bin ayıncı yazmalısan. Səhərdən bəri deyir, kitab oxuyur. Bu, keçmişdə başlayıb hərəkət, hələ də davam edir. Yəni, hələ hərəkət bitməyib. Yəni, gəl keçən dərs danışan dedi ki, mən 10 il qabaq köçmüşəm Bakı və hələ də Bakıda yaşayıram. Hərəkət keçmişdə başlayıb və hələ də davam edirsə, mən orada istifadə edirəm bitmiş davam edici zaman. Özü də indiki bitmiş davam edici zaman. Çünki hərəkət hələ bitməyib. Ona görə həzbin ayıncı deyəcəm. A bənd. Sonra 118. 118. Hə, əqo var, siz var, ortada da and var. Cavabı de. C. A. A. Əqo, Eko varsa sadə. əqo birinci tərəfdədir. Bəli, bold, have been living deyəcəksən. A bənd. Sonra 124. 124. Bu sual neçədən idi? 141. Bəli. Ortada and var. Bir tərəfdə by the time var. Ay, bu and'in ona dəxli yoxdur. By the time, something special antenna. So, and prosta iki sözün ortasına verilibdir. Bu iki cümləni birləşdirmir. By the time-dan sonra will gəlməz. Mən will'e görə üçü çıxdım. İndiki gələcək, hələ ki saxlamışam. Keçmişlə indiki olmaz. 2-ni çıxdım, cavab oldu 1-4. Yer bənd. Keçmişlərlə keçmişləri uzlaşdırdım. İndiki ilə də gələcəklər. Vəssalam. Sual. Müəllim, məndə 108 qalmışdı. 108, 121 də qalıb burada gördüm. Vəndən sonra gəlməyəcək olanlar zaten heç biri yoxdur. Baxıram. İndiki gələcək saxladım. İndiki keçmiş çıxdım. İndikidir bu da saxlamışam. Keçmiş saxlamışam. Baxıram. Ay burada keçmiş var axı yoxsa yox. Mary has still tidied the room when you come. Has tidied deməzsən, yox. Still burada nə deməli uşaqlar? Ya da Hələ də. Yəni hələ də istifadə edin. Sən gələndə mən hələ də qab yuyurdum, nə bilim, ev yığışdırırdım. Burada məcbur olursan ki, stila görə ayıncı verəsən. Çünki stil hələ də deyirəmsə, deməli orada hələ də davam edən bir hərəkət də var. Bunu deməyə çalışıram sənə. Yəni mən burada məcburam ayıncı qoymağa. Ayıncılar da birdə var, bir də dörddə var. Has tidied deməzsən. Has tidied deyilən yerdə stil zaten deyilməz. Başa düşdün nə demək istəyirəm? Mən hələ də ev yığışdırırdım, kitab oxuyurdum. Davam edən bir hərəkətim olduğunu göstərməyə çalışıram. Mən ona görə məcburam orada ayıncı qoymağa. O da birdə var, bir də dörddə var. Uzlaşmırdı, 2-ni çıxırdım. Geriyə qalan 3 variantım. Onlardan da ayıncıları seçəcəkdim. Çıxdaşla da yaza bilərdiniz.
Çıxdaşla necə yazacaqdın? Ay yox, burada çox da başınızı qatar. Boş verin. 2 dənə ayıncı vardı, 2 dənəsini götürə bilərdin məsələn. Sonra kimdə kimdəsə 108 qaldı demişdi. Ha, yoxsa mənə gəl. 108-ə baxmamışam. Vəndən Bəli. sonra hədd gedər. Baxıram. Vəndən sonra hədd gedər Yemənə çıxdım. İndiki keçmiş uzlaşma çıxdım. Keçmiş saxlamışam. İndiki ilə keçmiş olmaz çıxdım. İndiki ilə keçmiş olmaz çıxdım. Cavab onu bemədi. Niyə səhv yazmışsan ki? Sual. Var sual. Yoxdur deyəsən. Uşaqlar. Bir dənə sizə quiz verməmişdən əvvəl şablonları göstərmək istəyirəm. Yəqin ki, storylərdən gördünüz də nəticələri, essaylən cavabları çıxıb. Kifayət qədər yuxarıdır ballar. Kim esse yazmaq istəyirsə özü yaza bilirsə, Allah bilir, özü yazsın. Yəqin ki, birinci turda da yazmısınız, ikincidə də yazacaqsınız. Kimlər ki, esse yazmayıb birinci turda və ya yaza bilmir, getsin, şablonu öyrənsin, yazsın. Və şablonu yazmayanlar bu dəqiqə dizlərinə döydü. Çünki mən özüm də şoka düşdüm. Bəzi tələbələr var ki, doğrudan da 0 və 1 vermişəm həmin adamların esçilərinə kursda olanda. Bu gedib şablonu yazıb əzbərləyib 4.5 bal alıb bir adam. Dünəndən özümə gələ bilmirəm ki, bu adam necə 4.5 ala bilər də. Deməli, bal verirlər. Bal verirlərsə, sən niyə boş-boşuna itirəsən o 5 balını ya da 4 balını? Evə esse vermişdim. Yazmısınız? Heç kimdən səs çıxmır. Heç kim yazmıyor. Dokumentlərdə. Baxırsınız şablona. Köhnə tələbələr içinizdə var da indi. Tanıyırsınız zaten ki, necə yazmaq lazımdır. Sənə verib birinci cümlə. Cümlədəki boşluğu görürsünüz də. Cümlədə burada boşluq var və altında Azərbaycancasını verib. Azərbaycanca da bu hissədə boşluq var. Bu nə deməkdir? Sənin burada yazacağın, bax buradakı boşluqdur. Hər cümlənin altında Azərbaycancasının olması o deməkdir ki, sən Azərbaycanca cümləni bir tələffüz elə, bir səsləndir. Gör o boşluğa nə yazsan düz olan. Bugünkü sürətlə dəyişən dünyada filan mövzu geniş müzakirə olunan mövzulardan birinə çevrilmişdir. Filan mövzuya nə yazacaqsan? Təbii ki, essedə səndən nə istəyirsə onu yazacaqsan da. Essedə səndən qlobal istiləşmədən danışırsa, sən bura qlobal istiləşmə yazacaqsan. Smartfonlardan danışsa, smartfonlardan yazacaqsan. Ekoloji çirklənmə desə, ekoloji çirklənmə yazacaqsan. Yəni, abşım, sözümün canı, essenin adı nədirsə, məğzı çıxarırsan, burada boşluğa yazırsan, olur sənin essen. Bu qədər sadə. Yəni, bundan artıq mən sizin üçün nə edə bilərəm deyə fikirləşirəm. Yəni, bundan artığı yoxdur da uşaqlar. Ya sənə esse mövzusu verməliyəm, müftədə xəbər uzlaşdırmağı öyrətməliyəm. Gedib özün yazmalısan. Ya da sənə hazır cümlələr verəcəm ki, get boşluğu doldur yaz. Bundan o tərəfəsi yox. Temboli bu şablon sənə bal gətirirsə, sən bunu niyə öyrənməyəsən ki? İkinciyə baxın, insanların filan mövzu haqqında fikirləri, fərqli fikirləri var. İndi nədirsə bu esse advantage, disadvantage olandır. Yəqin ki, hamınızın mövzudan xəbəri var. 2 dənə esse mövzu düşür. Biri advantage, disadvantage, digəri agreement, disagreement. Yəni ki, razılaşdığın və ya razılaşmadığın tərəflər, digəri də avantajlar və dezavantajlar. Bu şablon avantaj, dezavantaja aiddir. Yəni mənfi, müsbət tərəflər. Sən deyirsən ki, insanların bu mövzu haqqında fərqli fikirləri var. Yazacaqsan bir tərəfdə razıdırlar, digər tərəfdə həmçinin neqativ tərəfləri də var və bunu araşdırmaq lazımdır kimi cümlələr verilib. Sən istifadə edib yazacaqsan. Təkrarçılıq olsun istəmirsənsə verilən mövzunu bir dəfə zislə əvəz edərsən, bir dəfə itlə əvəz edərsən, kompromisə edərsən, yazarsın. Sən bunu necə öyrənəcəksən? Yazı. Başqa yol yoxdur. Heç kim özünə arxayın olmasın ki, imtahandan bir gün qabaq, bir həftə qabaq bunu əzbərləyəcəm, gedib yazacam.
O 3 saatin axırında yazanlar desin də öz fikirlərini. 3 saatin axırında sizin yadınızda şablon düşürdü uşaqlar. Düşə bilməz. Hamı Mən deyir bir ki, gün qabaq öyrəndim. İmtahanın axırına çatanda sadəcə birinci abzas yadımdaydı. O birisilərdən də hərəsindən bir cümlə falan. hə, görürsünüz, o 3 saatin axırında o yorğunçuluqdan hər şey yaddan çıxır. Sənin bunu mükəmməl şəkildə yazmağın üçün sən onu artıq su kimi əzbər bilməlisən ki, o stresdə belə yadından çıxmasın. O deyirlər, yuxudan oyatsan belə bilməlisən də sən bunu. Bax, elə bir şey olmalı. Bunun üçün də sən indidən yazmağa başlamalısan ki, əzbərində olsun. Heç kim gözləməsin ki, sonra bir həftədə əzbərləyəcək. İndi verirəmsə yazın, yazmaq lazım. Bu qədər sadə. Şablonda 150 söz var, 150-dən də artıq var. Ürəyin nə qədər istəyir yaz. Bu birinci səhifədir. Bu iki. İki səhifədir. Hərəsində bir 5-6 dənə cümlə var. 4 abzası olur. Birinci abzas girişdir, ikinci əqriment, digəri disəqriment, dördüncü də ki, nəticə. Ola bilər ki, sən deyirsən ki, mənim bu fikir haqqında razılaşmadığım məqamlar yoxdur. Ona görə sən 2 dənə razılaşdığın məqama aid abzas açasan. Ki, 4 dənə abzasın olsun. Sənə bal versinlər. 3 abzasa balı kəsəcəklər. Və ya bir abzası yazarsan razıyam, digərini yazarsan razı deyiləm. Bu artıq sənə qalır. Dim tələb edir ki, bir abzasa negativ tərəflər, digər abzasa pozitiv tərəflərdən yaz. Yazmasan belə sənə bal verərlər. O sən təbii ki, yoxlayandan asılıdır. Amma balın aşağı olsa, sən apellyasiya vermək istəsən, sənə gətirib qabağına qoyacaqlar, deyəcəklər ki, bala, bunu yazmamısan, buna görə də sənə bal vermirik. Ona görə də belə risklərə getməyə dəyməz. Hansı tələblərlə səndən istəyirlərsə səni o tələblərlə də yaz. Xətt deyirdim Bir ki, 4 birinci abzas turda. olmalıdır elə. Bəli, esse 4 abzas olmalıdır. Sənə daja dim müəllimləri özləri komissiya üzvləri deyirlər ki, biz birinci baxırıq abzasa, sonra xəttə. Baxmayaraq ki, bu doğru yoxlama üsulu deyil ha, uşaqlar. Ağzına gələni yazan da sırf xətti yaxşıdır deyə yaxşı bal ala bilir. Ki, birinci turda alıblar. Yaxşı yazan xətti pisdir deyə aşağı bal ala bilir. Ki, bu doğru yoxlama üsulu deyil. Amma sənə bal lazımdırsa, sən dimin kaprizlərinə bir nəzər yetirməlisən, onu da gözdən saxlamalısan da. Bilməlisən ki, bu buna görə bal yazır ya yazmır. Sənin özün istəməklə deyil. Apellyasiya versən, əmin ol ki, orada sənə elə səbəblər gətirəcəklər ki, balını artırmamaq üçün 1000 dənə səbəb deyə bilərlər sənə. Sən Mənim də orada bunlara yer verməmək üçün gərək yol verməyəsən o səhvlərə. Hə. orada yarım saat olur. Yarım saatı da adam çatdırmağa çalışanda biraz xətt pis günə düşürdü. Mən sizə göndərmişdim hətta. Bəli, bəli. Qaralama düşür. Mən də ona görə deyirəm ki, qadas, indidən yazın ki, əl öyrəşsin. Sənin təbii ki, son o yarım saatda ağlına fikir gəlməyə bilər. Ağlına fikir gəlmədiyi halda sənin bu cümlən var, düzdür? Bu cümlələri ən azından yazana kimi ağlına bir şey gələ bilər. Necə yadınıza saxlayın, ən çətini ilk 2 cümləni yazmaqdır. O ilk 2 cümlə gəldisə, sonrası axacaq öz-özünə. Yəni gələsin. Özünüzü qorxuzmayın, mandraja düşməyin. Tələbəmizin biri birinci turda ağlaya-ağlaya gəldi üstümüzə imtahandan çıxanda. Ağlamaqdan gözünün yaşından saçı belə su idi o dərəcə. O gedib essedən 4.5 bal alıb. O tələbə belə 4.5 bal ala bilibsə, o halda yazdığı essedən 4.5 alıbsa, siz də alarsınız. Yəni ki, baxmaq lazımdır. Mən Sözümü bilirdim onsuz imtahan nəticəm zəif gələcək, ona görə sizə yazmamışdım. Bir bal uşaqlar İndi kəsilən tələbələrin əksəriyyəti məntiqlə başlayıb və ingilis dilindən 4 baldan kəsiliblər. Tələbənin biri də onun kimi. Təsəvvür 4 bal alıb, 1 bal umuduna qalıb və esse yazıbdı. Biz bir ayda oturub gözləyirdik ki, o essedən 1 bal alacaq, yoxsa yox. Elə düz tam-tamına getdi 1 bal aldı, 5 balla limiti keçdi. Yəni bu biraz şans məsələsi, 0 da ala bilərdi, kəssə də bilərdi. Yəni fikirləşməyin ki, onsuz kəsiləcəm, balım olmayacaq, aşağı olacaq deyə yazmayın. Ola bilər ki, sən o balla nə bilim, hər hansı yazarsan. Niyə əldən verirsən ki onu? Yarım saat oturmuşdun da, boş oturmaqdansa nəsə yazmaq olar. Tələbə deyir ki, oturmuşam, esse yazmaq istəmirəm. Prosta çıxmamaq üçün vərəqi verdilər mənə, mən də oturdum, ancaq ad soyadım yazdım vərəq. Belə şey olur. Yarım saatda Nüjen sənin ağlına 2-3 cümlə gəlməyəcək. Onsuz da oturursan da,
onsuz da bu imtahan gedir. Yəni tez çıxsan nə olacaq, çıxmasan nə olacaq, əlavə yarım saat otursan nə olacaq, oturmasan nə olacaq. Oturub yazanda da heç nə itirmirsən. Necat, səninki həqiqətən bəxt məsələsidir. Necat bu yazan kommenti var ya, 6 ay gəldi kursa. 6 ay ancaq atmağın yollarını öyrəndi də. Bu adam getdi ingilis dilindən 5 dənə sayı çıxmış. Hə, getdi ingilisdən 8 dənə yazdı. Bu da biraz bəxt məsələsidir də. Yaxşı. İndi nə edirsiniz? Quizimiz var. Qəşəng quizdir. Atıram qrupa, siz onu yazırsınız. Müəllim, Mətnlər evə verdiklərimizə baxacağıq. Dinləməklə mətn. mən bu günə verməmişdim, onu gələn dərsə vermişəm. Həqiqi Hə. yazmışlar. Hə, onu prosta indidən qrupa yazmışdım. Bugün yazmışdım ya da dünən. Ki gələn dərsə hazırlayın gəlin də. Sonra deyirlər ki, son gün yazırsınız, ev tapşırığını eləyə bilmədik. Mən də əvvəlcədən yazmışam. Hə, o gələn dərsin. O Hə, mənim gələn qrupa dərsin. atmısınız. Nəyi? O dinləmədir. İndi xəbərim olur mənə. Kimi danışan qoy baxım. Kim soruşurdu? Mən. Hüseyn, hə, atmışam. Tapşırığı elan qrupuna atmışam ki, filan tapşırıqdan işləyəcəksin. Dim toplu 2025-dən vermişəm. Ardınca da 2025 toplunu atdım ki, burada. 2023 toplu ayrıdır, uşaqlar 2025 ayrı. Nəzərinizdə olsun. 2025-dən biz mətn dinləmə işləyəcəyik. Çünki bizə əsas o lazımdır. O toplunun qrammatikası sırf tərcümə əsaslıdır. Və dim tərcümə əsaslı sualları imtahana salmır. Ona görə onun qrammatikasını sizə işlətmirəm. Amma mətn dinləmə lazımdır ki, formatdan xəbəriniz olsun. Əslində o mətn dinləmələrin içində səhvlər var ha suallarda. Yəni elə bil ki, dim onu başdan gəldi yazıb, atıb ki, işləyin. Konkret o kitab üzərində heç bir əmək yoxdur da, onu deyə bilərəm. Mən əsəbləşib onu birinci tur işlətmədim, amma belə baxaram işləsək yaxşıdır. Ən azından mətnlərdən məlumatımız olar ki, nə tip mətnlər var bazada. Ona görə də evə verirəm, evdə işləyin gəl. Hə, indi belə. Bugünkü quizimizin mətnlərindən biri Çernobıl haqqındadır. Digəri də reinkarnasiya haqqındadır. İkisi də qəşəng mətndir, maraqlı mətndir. Həmişə kimi 40 sualdır. 40 dəqiqədə vaxtınız var, yazırsınız. Bizim 40 dəqiqə vaxtımız vardır yəqin ki. Hə, oldu. 35-40 dəqiqə bitirərsiniz asan mətnlərdir. Sonra dinləmə eləyər. Atıram qrupa, başlayın yazmağa. Müəllim, evdə bu şablon əsasında esse yazacaq, yoxsa özümüz yazacaq, yoxsa necə? Yəni sən esse yazmışdın birinci turda. Söyle. Bəli, sizə də göndərmişdim. Bərbad bir xətlə yazmışdım. Hə, qoy baxaram. Onda sən şablondan yaz da. Praktik olacaq sənin üçün. Bu tapşırığı quizi yəni elana da atıram. Ənənəvi tələbələrdən də var da burada. Mən Elandadır. anda şablon əzbərləmişdim. 3 abzasdan ibarət idi. Onu yazmışdım. 2.5 bal vermişlər. İndi o şablondan davam edeyim yoxsa bunu əzbərləyim? Yox, 3 abzas şablon sənin nəyinə çatacaq ki? 5 abzas, 4 abzas da bunu əzbərə getsin. Tamam. Davay, başlayın yazmağa.
Nihat olar. Yarım saatdan sonra ama burada ol da. Düz yarısında kim çıxırsa çıxsın, ümumiyyətcə yarısında dərsə qoşulsun. Bir də təzədən qrupa yazmayım da ki, dərsə qoşulun.
Başla. 1 ilə 4 Bəli, dinləmə. bəli. Dinləmədə birinci sualda sənə deyir ki, Richarda maillə şəkil kim göndərib? Lara. O Stephanie ilə danışırdı. Qıza deyir ki, bax, Lara mənə maillə şəkil göndəribdi. Cavab olacaq A bəndi. Sonra 4 Mənə dedi. baxın, orada sarıya göndərir. Ona görə Y variantı Yo, götürmüşdüm. yo, yo. O Sara haqqında danışan deyir ki, Sara ilə hələ də kontaktımız var. Mənə mail atmışdı keçən səfər, amma nə atıbdı, nə edibmiş orasını bilmirik. 4. Bəli. 4-də deyir ki, düzgün olanı seç. Nə yazmısan? 4-ə bir dəqiqə mən D variantı. D bəndə Richard was shy person. Richard shy olan değildi. Carlos idi. Deyir ki, mənim yanımda oturan Carlos'tu və o pink shirt geyinib shy'dı. Yəni utancaq insandı, amma friendlydi. Yəni dost canlısıdır. Bu səhvdir. Richard deyir ki, mənim qabağımda oturan Melanie'dir və bizim eyni gündə ad günlərimiz var. Cavab olacaq B bəndi. 5 var idi. Richard İkiyə daha. müəllimlik haqqında baxıram. Richard müəllimlik haqqında nə fikirləşir? Deyir ki, maraqlıdır uşaqlara dərs keçmək. Cavab olacaq C bəndi. Böyüklərdən danışmır, balacalardan danışır. 2-də sənə deyir ki, hansı sualın cavabı var? Nə yazmısan? Y yazmışam mən. Vay dedi Richard, nəyə görə ingilis dilindən dərs deməyə başlayıb, nəyə görəsə bilmirəm. Sadəcə onun üçün maraqlı olduğunu bilirəm. Vəssalam. Yəni ilk o başladığında səbəb nədir bilmirəm. Amma C-yə bax deyir ki, Taylandda nə qədər müddət olub? 8 həftə. Cavab olacaq C. Sonra 7, 8, 9, 10. 7-yə baxdıq. 8-ə baxaq. 6.3. Sənə hə 6.3-də var idi. Yadımdan çıxdı. 6.3-də deyir ki, soldier were ordered to kill all stray animal living in that region. Bəli, deməli bu mətndə verilib. Mətndə deyilir ki, explosion olanda, yəni partlama olanda əsgərlərə deyilir ki, ətrafda olan bütün heyvanlar öldürülsün ki, nədir onun adı? Yayılmasın radiasiya. Bax burada veribdir. Soldier at the time had been instructed. Əsgərlərə had been instructed, yəni təlimat verilmişdi ki, to kill all the stray animals to stop the spread of radiation. Cavab olacaq true. Çünki onlar orada yaşayır. Yəni bu itlər survivallarda həyatda qalıblar. Qalıblar ki, hələ də orada heyvan durur. Onun cavabı olacaq false. Gəldim 8-ə. 8-də deyir ki, explosion partlamanın səbəblərindən biri də nə idi? Partlamanın deyir ki, orada 3 səbəbi var. Dizayn problemi, təhlükəsizlik, ehtiyat almama problemi, bir də operator səhvi. Cavab olacaq D bənd. Mən heç o cümləni tapa bilmədim orada. Axtardım amma Yüksək. Partlama haqqında birinci abzasında danışır, düzdür. İkinci abzasında sənə partlamanın səbəbindən danışır. Deyir ki, operator səhvi, lack of safety, precaution and design problem. Bax buradadır. Sonra 9 var. 9-da sənə deyir ki, tədqiqatın nəticəsi nə idi? İllər sonra gəlib burada təzədən tədqiqat aparanda görürlər ki, heyvanlar durur. Yəni itlərin hamısı öldürülməyib. Onlar da deyirlər ki, əsgərlər işlərini yaxşı görməyiblər ya da heyvanlar yaxşı gizlənib. Cavab olacaq A bəndi. Bütün itlər öldürülməmişdi. A bəndi. Müəllim, B-ni tərcümə edə bilərsiniz zəhmət olmasa. Dogs living in a field deyir ki, bir neçə kilometr aralıda yaşayan, hansı ki Çernobildən söhbət gedir. Çernobildən bir neçə kilometr aralıda yaşayan itlərlə orada yaşayan itlərin eyni genetikası var. Sən isə mətndə deyir ki, fərqli genetikaya sahibdirlər. Bu, əksi verildiyi üçünsə, Çox sağ olun. Ona Sən- baxarıq da bir dənə. onda nə yazmısan? 3-5. 3-5. 3'te deyir ki, except dogs, which animal could escape from the... Deyir ki, itlərdən başqa ki, hansı heyvanlar xilas ola bildi bu fəlakətdən? Demir axı, itdən başqa heç bir heyvanlar çəkmir. Səhv tərcümə eləmişəm. Bəli.
Ha, cevap olacak 4. 1, 2, 3'ün kanka cevabı yoktu. Sonra 15. Benimki 15'e 13. kimi? 14. 12, 13. Və 12 də deyir ki, sənə 3-cü abzas hansı cümlə ilə başlayar? Cavabım olacaq A bəndi. Bəzi tədqiqatçılar keçmiş həyatla bağlı xatirələri olanlara, yəni bu iddialara, daha doğrusu iddiaları araşdırmağa ətdən belə də cəhd etdilər. Çünki mətndə sənə deyir ki, 3-cü abzasın əvvəlində bəzi uşaqlar əvvəlki həyatlarına məxsus olan yerləri, insanları, hadisələri describe edirlər, yəni ki, təsvir edirlər. Tədqiqatçılar da buna görə gedib araşdırırlar ki, görək bunlar düzdür yoxsa səhvdir. Cavab olacaq A bəndi. Təbii ki, bir sübut tapa bilmirlər, ona görə də inanmırlar doğruluğuna, reinkarnasiyanın. Siz inanırsınızmı? Cavab A'dır. 13 var idi. Bəli, mən. Belief in reincarnation may encourage people to deyir ki, etik davranmağa məcbur eləyir. Daha doğrusu vadar edir insanları reinkarnasiyaya inanmağı, onun etik davranmağına səbəb olur. Nəyə görə? Çünki onlar inanırdılar ki, bu karmadır və karma onların sonraki həyatına təsir göstərəcək. Yəni indi nə etsələr, sonraki həyatlarında nəticəsini görəcəklər. O da harda verib? Karma. Deməli, reinkarnasiya karma olduğuna inanırlar. Reincarnation is karma. Buna görə də person's actions influence the condition of their future existence. Deyir ki, onun indiki hərəkətləri influence təsir edir future existence. Gələcək həyatdakı mövcudluğuna, yəni ki, həyatına təsir göstərəcək. Sən də onu görək hansı variantda vermişdi? A bəndində verir. Future life, future existence ən şeydir. 14. Skeptical şübhəli deməkdir. Yəni bir şeyə tam ürəkdən inanmamaq. İnanmaq istəməmək. Unwilling to believe. 15-də kim nə yazıb ki, səhv çıxıbdı bu? Mən 15-ə 2-5 yazmışdım, 1-5 çıxıb. Yenə. How many religions? Bax deyir ki, nə qədər din teach reincarnation. Yəni ki, reinkarnasiyanı öyrədir. Ümumiyyətcə, heç bir dinin öyrətdiyi barəsində danışmır. Deyir ki, Hinduizmlə Buddizmdə bu inanc var. Amma bu demək deyir ki, ancaq Hinduizmlə Buddizmdə var da. Həmçinin sənə demir ki, bunlar öyrədir. Deyir, inanırlar. Ona görə də ikini götürə bilməzsən. Hə, mən öyrədiri görməmişəm mən. Hə, öyrədir verməyib. Ona görə ikini götürməzsən. Birdə isə deyir ki, nəyə görə çox elm insanları reinkarnasiya mövcudluğuna şübhə ilə yanaşırlar. Çünki deyir ki, bizim sübutumuz yox. Bugün bir tələbə yaxşı bir sual verdi. Dedi, əhali getdikcə artır. Bəs bu bədəndən, hansısa bədəndən ruh çıxıb, başqa bədəndə təzən doğulursa və əhali sayı getdikcə artsa, gərək ruh sayı da artsın. O necə olur? Yaxşı sual idi. Cavab tapa bilmədim. Neysə, bu sorğu altında təbii ki bu mövzu. Sonra sual 16. 16. Lüğətimizin sözüdür. Bir də səbirsizliklə soruşmuşam. You wait for something impatiently. Səbirsizliklə nəyisə gözləmək nə deməkdir? A. Look Forward. forward. Bəli, look forward. Cavab olacaq bəli. Sonra 25 var mənim məndə. 25. Bəli. 25'e kimi? Bunlar tərcümə idi. Make-up soru səhv yazmısan. Deməli, qəşəng sualdır bu. Bir gün bir kişi gəlir chemist shop, yəni əczacı dükanı, apteka gəlir. 4'ü qoydum birinci. Sonra gəlib dükana deyir ki, yəni apteka gəlib deyir ki, baş ağrı üçün nəyinizsə var. Sonra olacaq 1. Sonra 7. Satıcı bir butulkanı götürür şkafdan və həmin bu kişinin burnuna tutur. Sonra gələcək 7 dedi. Mən 3 Şimdi 3. götürmüşdüm. Yok, 7 sonra 3. Bu kişinin burnuna butulkanı tutur və həmin butulkadakı maddənin qoxusu çox tünd olduğuna görə smell was so strong. Ona görə də kişinin gözləri yaşarır. Sonra gələcək 3. Gözləri yaşardığına görə də əczacıdan soruşur ki, nəyə görə bunu elədin? 2 gəldi. O da deyir ki, amma boynuna al da, başın ağrısı keçdi, elə deyil. Kişi də qayıtıb da baxıb deyir ki, baş ağrıyan mən deyildim ki, arvadım alırdı. Sonra gələcək 6. Cavab oldu abi. Sonra 26 mənim.
26. Güvenden sonra bir gelmez, had gelmez, anı dığını çıktı. D yazmışdım. D olmaz, benden sonra had gelmez axı. C. C. Okey, Aha. yaxşı. Deməli, baxaq burada sual. Burada bir B bəndim qalır. B-də finish will give. İndiki gələcək zaman qalır. A-na çıxdım benden sonra bir gəlməz, had gəlməz. Y-nə çıxdım indiki ilə keçmiş olmaz. Qaldı C bəndi, A bəndi. İndi bu maraqlı sualdır. Nəyə görə? Bir deyir finish will give, bir də deyir finish have given. Deyir ki, uşaqlar composition, yəni ki, essələrini yazandan sonra müəllimə bunu verəcəklər. Bayaq da dedim, esse uşaqlar indiki zamanda vermişəmsə birinci tərəfi. Bu adam hələ yazmayıb da, düzdür, yazacaq, sonra müəllimə verəcək. Yəni, digər tərəf gələcəkdə olmalıdır. Tərcümədən bəllidir ki, sən burada bitmiş zaman verə bilməzsən. Bitmiş zaman nə deməkdir? Bu hərəkət artıq bitib. Yəni, müəllimə bu esseni veriblər. Bəs bu esseni hələ yazmayıb, baxı versin. Ona görə have given demərəm. C bəndindən çıxdım. Cavab oldu B. Eyni sual 28-ə dair EDC niyə təzələrdən. olmadı bəs? Volt yəni niyə olmur? Bu niyə olmadı? Çünki would keçmiş zamandır. Finish indiki zamandır. İndiki keçmiş Hə, uzlaşma. tamam. Sonra 7 var mənim 27 var. 27 uşaqla passive voice-la qarışıqdır. Cut off kəsməkdir. Elektrik özü-özünü kəsmir. Elektriki kəsirlər. Yəni bu cümlədə passive voice var. Üçüncü şəxs tərəfindən. Hərəkət kim tərəfindən edilib bilinmir. Elektrik kəsildi. İndi mən passive vermək istəyirəmsə, passive voice 2 dənə variantı var. Bir B-dir, bir də D-dir. Sən bilirsən ki, V-dən sonra hərf həz gəlməz. B bəndən çıxıram, cavab olur D. Passive keçəndə bu oturuşacaq. İndi ola bilər ki, başa düşmürsünüz hələ. Çünki strukturu bilmirsiniz axı məscun növdə necə. Gəldim 28-ə. Ümumiyyətcə, Rəşad. Plan yaşımda olanda ancaq keçmiş sadə zamanda verilir. When I was 6, when I was 12, when I was 7. Yəni bu was-la verilir. Hədbinlə verilmir, is-lə verilmir, nə bilim, will-lə verilmir. Cavab olacaq. Was harda var? Y bəndi. A bəndi də olmaz çünki keçmişlə gələcək uzlaşmır. Bunu yarım çıxdaşla işləmək olurdu. Bunu çıxsam, bu qalır, bu qalır. Bunu çıxıram. 3 variant qalır. Yox, çıxdaşla işləmək olmur. Cavab olacaq Y bəndi. Bunu sadəcə olaraq bilməlisən. Plan yaşımda deyəndə keçmiş sadə zaman istifadə olunur. 9 var Nə mənim. vaxt görmüsünüz ki, hardasa yazsın ki, when I had been 6. Elə şey deyilmir. When I was 6. Vəssalam. 29 var. Bəli. 29. 29-a baxırıq. 4-ü götürdüm, demişdiniz ki, avtordan sonra həd gələrdən. Ona Bəli. görə qalır A, B, C. Aha. Oradan da mən niyə ayrı götürmüşdüm deyəsən, bilmirəm, yadımdan çıxdı. Deməli, bayaq dediyim qayda ilə eynidir. Have started nə deməkdir? Hərəkət artıq bitib. Live nə deməkdir? Hərəkət həmişə baş verir. Həmişə baş verən bir şeyə bitib artıq deyə bilərsən. Yəni bunu təksib edir. Bir-birlərini əks edir. Bir-birlərini təksib edirlər də. Yəni söhbət ölür burada. Deyir ki, after the guest. After'dan sonra biz bir-iki had qoyulacaq. 4-ü götürərəm. Niyə? Birinci qonaqlar çıxır, sonra otaq təmizlənilir. Birinci baş verən hadisəni mən hədlə verməliyəm. 4-ü götürürəmsə 3 avtomatik çıxacaq, çünki onun əksidir. Biz demişdik ki, 2 variant arasında qalacaqsınız. Birində hədi burada verəcək, birində burada. Birinci hansı hərəkət baş verirsə, onu hədlə yazacaqsan. Birinci qonaqlar otağı tərk eləyir, daha sonra işçilər otağı təmizləyir. Birinci baş verən otağı tərk etmək olduğu üçün 4-ü götürəcəm. Cavabın biri 4'tür. Geldim. 3'ü çıxmışdım zaten. 3 getdi. Qaldı 1-dən 2. 2-yə baxırıq. 2-dən live verib. Live indiki sadə zamandır. İndiki sadə zaman demək ki, hərəkət həmişə baş verir. Yəni sən deyərsən ki, həmişə qonaqlar otaqdan çıxanda işçilər otağı təmizləyir. Mən deyə bilmərəm ki, qonaqlar otaqdan həmişə çıxanda otaq təmizlənib. Hərəkət qurtarıb da. Başa düşdün? Hərəkət qurtarıbsa mən necə deyə bilərəm ki, həmişə baş verir? Deyə bilmərəm. Yəni bir mənalı buradan bir dənə qaydamız çıxır da. İndiki sadə zamandan bitmiş zaman istifadə olunmur. Cavab olacaq 1, 4. Qonaqlar çıxanda otaq təmizləndi. Bu qədər sadə.
Bayaq sualların içində birini deyəndə dedim ki, quizdə də qabağınıza çıxacaq deyə. Bax, o bu sualdır. 30 var. Heç kimdən səs çıxmır. 30 deyəsən asan gəlib sizə. Bu uzlaşma ilə çıxırdı, düzdür. 30-dan sonra burden nə deməkdir? Burden nə deməkdir? Heç kim yazmayıb. Burden yük deməkdir. Yəni o responsibility, məsuliyyət, yük mənasındadır. Cavab olacaq C bəndi. Çevirək. Abolish, ləğv etmək. Sonra burada nə var? Vicious, qəddar deməkdir. Bir var die, bir var perish. Die ölməkdir, perish məhv olmaq. Yəni ki, əzab əziyyətlə ölmək mənasındadır. Anticipate gözləmək, gözlənti, expectation mənasındadır. Sonra deprive məhrum olmaq deməkdir. Yəni bir şeyə tutaq ki, kimisə çölə çıxmağına icazə vermirsə, nə bilim, dostlarla görüşməyinə icazə vermirsə, onu məhrum edirsən nədənsə. Bu mənadadır. Sonra depict təsvir etmək deməkdir. Verdict hökm etmək, hökm vermək deməkdir. Hinder qarşısını almaq, mane olmaq, birinin quyusunu qazmaq mənasına gəlir hardasa. Və görə də qeyri-müəyyən. Yəni bir şeyin tam olaraq müəyyən olmaması mənasındadır. Cavab olacaq orada A bəndi. Əlavə sualınız varmı quizdən? Deyin gəlsin. Müəllim, bu axırıncı sözlər hansı səviyyə olar təxmini? Bunlar B1, B2 səviyyə arası bir şeydir. Ha. Yəni, bunlar çətin sözlərdir. Mən kursla danışanda bu suallar material açanda baxdım, gördüm ki, çətin sözlərdir də. Düzdür, lüğətin içində var bunlar. Bunları keçəcəksiniz. Bu ayrı məsələ. Amma indi keçdiyimiz lüğətin içində bu sözlər yoxdur deyə. Mən də dedim ki, zəhmət olmazsa elə sözlər salın ki, keçdiyimiz lüğətdən olsun. Yəni, ən azından yazasınız da. İnşallah görək növbəti dərslərdə nəzərə alarlar. Bu qədər uşaqlar. Bugünkü dərsimiz belə. Mənə bir sualınız var mı? Evə müəllim test nəsə. Aha. Hə, Səri. Evə sən hansı ki yazıb gəlmişsən bugün, onu vermişdim. Lüğətdən, part 3-dən, yüzək kimi hamısı, dim toplu 2025-dən də ilk 2 mətn, ilk 2 dinləməni evə götürürsünüz. Part 3-dən Essaydə neçə müəllim? Ay, nədən? Part part 3-dən 3-dən. 100-dən 200-ə kimi, 100-dən 200-ə kimi. Yəni axırda 100 söz qaldı, onu öyrənəcəksiniz. Part 3-ün hamısını soruşacağam. Bir də esse mövzusu. Esse mövzusu atmışdım qrupa 2 dənə şəkil formada. O ikisindən birini seçirsiniz, şablonla götürüb yazırsınız. Kim öz yazmaq istəyirsə öz yazar, problem yox. Test yox da yəni. Yox, qrammatikanın üstündə qaldıq zamanlar, ona görə əlavə testimiz yoxdur. İnşallah gələn dərs təzə qayda keçəcək. Belə. Bugünkü dərsimiz bu qədər idi uşaqlar. Yediyin gecəniz xeyrə qalsın. Gələn dərs görüşək. Sağ olun. Çox sağ olun. Gözəl. Sağ olun. Sağ olun. Gülə-gülə. Bay bay.